Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ümumi yaddaş, Böyük qələbənin 80 illiyi mövzusunda beynəlxalq forum keçirilib. Mekan Türkmen Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Youth World Festival təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq forumda Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarusiya, Qırğızistan, Tacikistandan olan media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumda Azərbaycan Az Xəbər medianın direktoru, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov və Safavi Onlayn Təhsil Platformasının rəhbəri, təhsil mütəxəssisi Könül Quliyeva təmsil edib. Böyük Vətən müharibəsi Azərbaycan mətbuatının gözündə mövzulu təqdimatla çıxış edən Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov Azərbaycanda müharibə qəhrəmanlarının xatirəsinin daima yad edildiyini, bu mövzuda ölkə mediasının geniş məlumatlar yayımladığını bildirib. Sədr Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə müharibə veteranlarının sosial təminatlarının hər il mütəmadi olaraq yaxşılaşdırıldığını, onlara ödənişsiz xidmətlər göstərildiyini əlavə edib. Stat: Azərbaycan mətbuatı xüsusən müharibə qəhrəmanlarının xatirəsini, bu savaşda Bakı neftinin necə taleyüklü rola malik olduğunu və müharibənin gedişatındakı təsirlərini işıqlandırır. Ümumilikdə isə Azərbaycanda 2-ci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq üçün mütəmadi olaraq tədbirlər təşkil edilir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə müharibə veteranlarının sosial təminatları hər il mütəmadi olaraq yaxşılaşdırılır. Onlara ödənişsiz xidmətlər göstərilir. Bu il həm də Böyük qələbənin 80 illik yubileyidir. Məhz bu münasibətlə Azərbaycanda da müxtəlif tədbirlər, konfranslar təşkil ediləcək. Statın sonu. 2 gün davam edən tədbirdə çıxışçılar təmsil etdikləri ölkələrdə Böyük qələbənin izləri ilə bağlı geniş tərkibli məlumatları, elmi məqalələri, araşdırma materiallarını təqdim ediblər. Sonda hər ölkənin mədəniyyət nümayəndələrinin iştirakı ilə konsert proqramı nümayiş olunub. Qeyd edək ki, bu il Böyük Vətən müharibəsindəki qələbənin 80 illik yubileyidir. Bu münasibətlə Rusiya başda olmaqla keçmiş MDB ölkələrinin bir çoxunda yubiley tədbirləri həyata keçiriləcək.